Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Gürcüstan bütün regionun marağına cavab verən Azərbaycanla Ermənistan arasında dialoq və konstruktiv əməkdaşlığın təşviqini davam etdirəcək. Bu barədə Gürcüstanın 2026-cı il üzrə dövlət büdcəsi haqqında qanun layihəsində bildirilib. Sənədin beynəlxalq münasibətlərə aid bölməsinə əsasən Gürcüstan, Azərbaycan və Ermənistan arasında həm iki tərəfli, həm də Gürcüstanın iştirakı ilə üç tərəfli formatda istənilən aktual məsələlərin müzakirəsinə ev sahibliyi etməyə bundan sonra da hazır olacaq. Qeyd edək ki, Gürcüstanın Maliyyə Nazirliyi qanun layihəsini ölkə parlamentinə artıq təqdim edib. Sənəd qanunverici orqanda oktyabrın 7-sindən etibarən müzakirələrə çıxarılacaq. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizdə səfərdə olan İtaliya Respublikasının prezidenti Sergio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər. ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan-İtaliya prezidentlərinə və birinci xanıma yeni tikilmiş tədris korpusları barədə məlumat verib. Sonra tədris korpusunda təşkil edilən Azərbaycan və İtaliya kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanışlıq olub. Müdafiə Nazirliyinin En saylı korpusunun keçmiş maliyyə xidmət rəisi Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizlik Xidmətində başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Hərbi Məhkəməsində verilən hökmə əsasən Namiq Mirzəyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O ciddi rejimli cəza çəkmə müəssisəsinə yerləşdirilib. Sözügedən şəxs 6 milyonluq mənimsəmədə təqsirli hesab olunur. Qeyd edək ki, Namiq Mirzəyev ötən ilin avqustunda Dövlət Təhlükəsizlik Xidmətinin vəsatəti əsasında həbs edilib. Həmas ABŞ prezidenti Donald Trumpın Qəzza üçün təklif etdiyi silahsızlaşdırma sülh planına düzəlişlər etmək istədiyini bildirib. Xarici mənbələrin yaydığı məlumata görə təşkilat məcburi silahsızlaşdırmadan imtina edərək İsrail qoşunlarının tam çıxarılması üçün beynəlxalq zəmanətlərin verilməsini, eyni zamanda Fələstinlilərin təhlükəsizliyinə zəmanət verilməsini tələb edir. Xatırladaq ki, sentyabrın 29-da Ağ Evdə ABŞ prezidenti Donald Trump ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında danışıqlar keçirilib. Danışıqların nəticəsi olaraq Qəzzada vəziyyətin tənzimlənməsi üzrə 21 maddədən ibarət sülh planı qəbul edilib. Oktyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında havanın arabir tutulacağı, bəzi şəhər ətrafı ərazilərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 14-16, gündüz 18-21 dərəcə isti olacaq. Rayonların bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 13-16, gündüz 17-21 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.